Vážený pán prezident, vážené dámy a páni, som veľmi rád, že dnes Xanımlar və cənablar, mən çox şadam ki, bugün mən Slovakiyada Prezident Sarayında Azərbaycan Respublikasının prezidentini salamlayıram, cənab İlham Əliyevi. Cənab Prezident, mən şadam ki, siz mənim dəvətimi qəbul etmişsiniz. Bu tarixdə ilk rəsmi səfərdir Azərbaycan prezidentinin Slovakiyaya. Bu ən yüksək səviyyədə bizim qarşılıqlı marağımızı təsdiq edir. Biz strateji tərəfdaşlıq qurmaq və onu inkişaf etdirmək niyyətindəyik. Biz cənab prezidentlə geniş tərkibdə və təkbətək formatda geniş müzakirələr apardıq. Biz keçmişdə dəfələrlə görüşlər keçirmişik və hər zaman olduğu kimi görüşümüz səmimi və açıq şəkildə həyata keçirilmişdir. Çünki bizim ölkələrimiz dost ölkələrdir və bizim münasibətlərimiz hər zaman yaxşı səviyyədə olub. Slovakiya Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir. Azərbaycan Cənub Qafqazın ən böyük iqtisadiyyatıdır. O, Asiya və Avropa ilə kəsişmədə yerləşir və zəngin enerji resurslarına malikdir və mən çox şadam ki, bizim ticarət dövriyyəmiz artmaqdadır. Burada ciddi artım var və bugün də biz qeyd etdik ki, burada hələ də istifadə edilməmiş potensial var. Ötən il iki ölkə arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanmışdır və bu da bizim münasibətləri daha yüksək səviyyəyə qaldırmışdır və bizim qarşılıqlı maraq kəsb etdiyimiz bütün sahələr üzrə əməkdaşlıq yüksək səviyyəyə qaldırıla bilər. Slovakiya və Azərbaycan arasında biz gələcəkdə daha sıx əməkdaşlıq edəcəyik. Müdafiə sənayesi, müasir texnologiyalar və digər sahələr, tələbələr mübadiləsi, turizm və mədəniyyət sahəsində mən Slovak xalqı adından cənab prezidenti və Azərbaycan Respublikasını təbrik etmək istərdim. Çünki uzun illərdən sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflanmışdır və bu saziş nəticəsində bilirsiniz ki, o Ağ Evdə prezident Donald Trumpın iştirakı ilə imzalanmışdır. Azərbaycan bugün sülh şəraitində yaşayır və onun vətəndaşları artıq diqqətini və cəmiyyət diqqəti ölkənin inkişaf etdirilməsinə yönəldəcəkdir. Artıq diqqət post-müharibə dövrünə yönəldiləcəkdir. Azərbaycan Slovakiyada aparıcı rol oynaya bilər. Söhbət bizim enerji təchizatının şaxələndirilməsindən gedir. Biz əlbəttə ki, bilməliyik ki, uzun müddətli perspektivdə Azərbaycan bizim üçün strateji tərəfdaş ola bilər və bizim heyətlər danışıqları davam etdirəcəkdir ki, bu Slovakiya üçün də və məqbul bir anlaşma olsun və biz də Azərbaycanın resurslarından istifadə edə bilək. Müdafiə sənayesi çox vacib sahədir. Biz artıq inkişaf etdiririk bu sahəni. Biz sadəcə olaraq Azərbaycana silah satmaq niyyətində deyilik. Bildiyiniz kimi bu sahə Slovakiyada çox inkişaf edib. Biz özü yerən artilleriya qurğuları, sursat və digər məhsullar sayəsində də böyük təcrübəyə malikik. Biz Azərbaycanla
azerbaycanskie finansowanie to texnologiyaya ötürülməsi, Azərbaycan maliyyəsindən istifadə edilməsi və birgə istehsalın üzərində işləyə bilərik və birlikdə istehsal etdiyimiz məhsulları üçüncü ölkələrə sata bilərik. Mən şadam ki, bizim baş nazirin müavini və eyni zamanda müdafiə naziri olan cənab Kalinakın səfəri zamanı da bol vyvinutý Azərbaycan tərəfi slovenskými zbrojarskými firmami avtomatik artilleriya sistemlərinin alışı ilə maraqlandılar və artıq niyyətini bildirib Azərbaycan tərəfi və əminəm ki, bu silah növləri də Azərbaycanın silahlı qüvvələrini gücləndirəcəkdir. Birgə müəssisələr, birgə şirkətlər, texnologiya ötürülməsi, yəni biz bu sahədə daha da sıx çalışmaq əzmindəyik və əlbəttə ki, digər sahələr də ola bilər. dvoch zahraničných firiem, ktorá je zapojená do veľkého projektu výstavby nového Bildiyiniz kimi mesta Slovak şirkətləri ďalšie IT firmy a ďalšie Qarabağ bölgəsində bir ağıllı şəhərcik inşa edir. Eyni zamanda və bizim İdxal bankımız da müxtəlif layihələri maliyyələşdirməyə hazırdır. Sonda onu da qeyd etmək istərdim ki, Azərbaycan və Slovakiya dost ölkələrdir. prepojenie a spojenie. Ola bilər ki, bizim aramızda daha sıx əlaqə ola bilərdi və şadam ki, Macarıstanın Vizeir şirkəti fəal şəkildə bizim ölkələri birləşdirir, uçuşları artırır və artıq Bratislava hava limanından da Bakıya birbaşa uçuşlar açıla bilər. Çünki bu iki dinamik inkişaf edən regiondur və bu da bizim müzakirə mövzumuz olmuşdur. Cənab Prezident, bir daha sizi Bratislavada salamlayıram. Əminəm ki, sizin rəsmi səfəriniz bizim əməkdaşlığımızda yeni, mühüm bir mərhələnin başlanğıcı olacaqdır. Və mən çox şadam ki, biz tezliklə sizinlə yenidən görüşəcəyik. Bir daha mənim dəvətimi qəbul etdiyinizə görə təşəkkür edirəm. Əlbəttə ki, biz Bakıda görüşmüşük, ancaq rəsmi olaraq Slovakiya prezidenti Azərbaycanda səfərdə olmamışdır. Bir daha, cənab prezident, xoş gəlmisiniz Slovakiyaya. Hörmətli cənab prezident, əziz dostlar, ilk növbədə cənab prezident dəvətə və qonaqpərvərliyə görə sizə təşəkkürümü bildirmək istəyirəm. Mənim Slovakiya rəsmi səfərim əminəm ki, iki ölkə arasındakı əlaqələrə çox müsbət təsir göstərəcəkdir. Siz qeyd etdiyiniz kimi, bu Azərbaycan prezidentinin Slovakiya ilk rəsmi səfəridir və əlbəttə ki, səfər zamanı apardığımız danışıqlar həm təkbətək formatda, həm nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlar bir daha onu göstərir ki, Slovakiya və Azərbaycan sözün əsl mənasında dost ölkələrdir və strateji tərəfdaşlardır. Qeyd etdiyiniz kimi, keçən il Slovakiya və Azərbaycan strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalamışlar. Bu, əlaqələrimizi ən yüksək səviyyə qaldıran bir sənəddir və o sənədin imzalanmasından sonra bütün istiqamətlər üzrə biz çox fəal əməkdaşlığı görürük. Siz artıq bizim iki tərəfli gündəlimizlə bağlı geniş məlumat verdiniz. Sadəcə olaraq əlavə etmək istərdim ki, bütün qeyd etdiyiniz istiqamətlər üzrə bizim müştərək komandalarımız fəal işləyir. Birgə iqtisadi işçi qrup öz fəaliyyətini genişləndirir. Ənənəvi əməkdaşlıq sahəsi olan energetika sahəsi üzrə konkret layihələr icra edilir. Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təciz edilmişdir və Slovakiyanın ehtiyacları olan səviyyədə istənilən
həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər. Onu da bildirməliyəm ki, bizim zəngin qaz yataqlarımız bugün imkan verir ki, dünyanın bir çox ölkələrinə biz təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb və boru kəmərləri ilə ixrac edilən qazın təchizatçısı olan ölkə olaraq biz birinci yerdəyik. Və yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə olunacaq və təbii ki, həm Slovakiya, həm onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır. Hazırda bizim ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir. Bunun da yarısı Avropa ölkələrinə nəql edilir və bugün 8 Avropa İttifaqına üzv ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur. Bizim digər perspektivli əməkdaşlıq sahəsi haqqında siz artıq dediniz, bu da müdafiə sənayesi sahəsidir. Biz bu sahədə əməkdaşlığı sənayinin inkişafı nöqteyi nəzərdən görürük. Biz müharibə aparmaq fikrində deyilik. Bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Bu istiqamətdə konkret layihələr üzərində biz çalışırıq. Düz bir ay əvvəl, noyabrın 8-də biz Azadlıq müharibəsinin 5-ci il dönümünü qeyd etmişdik və fəxri qonaqlar arasında Slovakiyanın müdafiə nazirini görmək xüsusi məmnunluq yaratmışdır. Buna görə biz Slovakiya dövlətinə və hökumətinə minnətdarıq və bu kimi jestlər bir də onu göstərir ki, biz sözün əsl mənasında dost ölkələrik. Bütün istiqamətlər üzrə müvafiq hökumət nümayəndələri bütün təlimatları alıb ki, gələcək illərdə əməkdaşlığı daha da yüksək səviyyə qaldıraq. Slovakiyanın sizin rəhbərliyinizlə uğurlu inkişafı bizi çox məmnun edir. Ölkənizdə sabitlik hökm sürür, iqtisadi inkişaf hökm sürür. Slovakiya çox güclü sənaye potensialına malikdir və xüsusilə bizə rəğbət qazandıran odur ki, Slovakiya müstəqil xarici siyasət aparır. Bəzi hallarda buna görə müəyyən çətinliklərlə də üzləşirsiniz, ancaq bu sizi yolunuzdan döndərmir və bizim bölgəmizdə sizin ölkənizə və rəhbərliyə çox böyük hörmət mövcuddur. Azərbaycan isə öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edibdir. Biz eyni zamanda bugün şərqlə qərb arasındakı müəyyən bir körpü rolunu oynayırıq. İnfrastruktura, bağlantılar, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bugün imkan verir ki, Azərbaycan şərq-qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Ortaq dəhliz layihəsində biz fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan üzərindən keçir və gələcək illərdə bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq biz öz imkanlarımızı genişləndirəcəyik və hesab edirəm ki, Slovakiya-Azərbaycan arasındakı əlaqələrin inkişafında bu sahəni də biz diqqətdən kənarda qoymamalıyıq.
Çünkü bunun çok büyük potansiyeli vardır. Aynı zamanda bugün biz informasiya texnologiyaları hakkında danışmışıq. Data mərkəzlərinin yaradılması haqqında danışmışıq. Azərbaycanın üstünlüyü burada ondadır ki, bizdə kifayət qədər böyük enerji potansiyalı var. Bugün Azərbaycanda istifadə olunmayan enerji potansiyalı təxminən 2 gigavata bərabərdir və növbəti 5 il ərzində bu 8 gigavata çatdırılacaqdır. Və təbii ki, süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas faktorlardan biridir. Əlbəttə ki, iqlim də burada önəmli faktordur. Bizim, baxmayaraq ki, biz cənub ölkəsiyik, amma çox soyuq bölgələrimiz də var ki, orada ilin böyük hissəsində şaxta hava şəraiti mövcuddur. Ona görə beynəlxalq data mərkəzləri hub'ı kimi biz öz rolumuzu görürük və Slovakiya şirkətləri ilə bu istiqamətdə çalışmaq fikrindəyik. Bir də Cənab Prezident qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm və fürsətdən istifadə edərək sizi Azərbaycana rəsmi səfərə dəvət etmək istəyirəm. Siz Azərbaycanda dəfələrlə olmusunuz, ancaq prezident kimi rəsmi səfərdə hələ ki olmamışsınız. Əgər vaxtınız olarsa, gələn il biz sizi Azərbaycanda qarşılamağa hazırıq və çox məmnun olarıq. Bir daha çox sağ olun. Thank you so much, Mr. President.